Aşağı yönəlmiş A tərcih ilə hərəkətdə çəki bərabər olur M J minus A. Sükunətdə çəki MJ'dir. Sonra olur M J minus A-nın da yerinə J bölü 2 yazırıq. Olur MJ bölü 2. Yəni çəki 2 dəfə azalır. Amma ağırlıq qüvvəsi həmişə MJ-dir, o dəyişməyəcək. Ağırlıq qüvvəsi aşağı doğru MJ-dir. Aşağı yönəlmiş təcirlə hərəkət eləyirsə, burada da bir ipin gərilmə qüvvəsi var. Çəkidir də, yəni cismin dayağa və yaxud askıya göstərdiyi təsir. MJ-dən T-ni çıxıb MA-ya bərabər edirik. T-ni də buradan tapanda olur MJ minus MA. T bərabər olur MJ minus A. Ona görə aşağı yönəlmiş A təcirlə hərəkətdə biz çıxmalı oluruq. Fi bərabərdir, LI-dir düsturumuz. El qalsın. El haqqında onsuz da məlumatımız var. İnin yerinə o bölünsün R yazaq. Belə. Onda F2 bölünsün F1 bərabər olacaq. Ellə düz asılıdır. L2 bölünsün L1. O onsuz da eynidir. Paralel birləşiblər. İkisinin də gərginliyi odur. L-lə də tərs asılıdır. Amma bir məsələ var. L haqqında da məlumatımız yoxdur. Ona görə R-in yerinə də ρL böl S qoymalıyıq. L, U, ρL, S də qalxsın yuxarı. Belə, S-lə düz asılıdır. S2 bölünsün S1. Amma L-lə tərs asılıdır. Ona görə L1 bölünsün L2. R'lar da eynidir. Məsələnin şərtində deyir ki, eyni materialdır. İndi qiymətləri yerinə qoyuruq. F2 bölünsün F1 bərabərdir. L2-nin yerinə 3 L1 yazıram. İkidə 1 olur. Görülən iş tapılır. Kx kvadratı bölü 2 fx bölü 2 f kvadratı bölünsün 2k. Mənfi delta y potensialdır. Əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Burada qiymətləri verib və k-nı soruşur. Onda biz bu düsturdan istifadə edək. K bərabər olacaq 2a böl x kvadratı. 4 bölünsün %20, yəni 0,2 metr. Onun da kvadratı olacaq 0,4. Bu da olacaq 200. C variantı. Görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Yəni F1-in kvadratı bölünsün 2K minus F2-nin kvadratı bölünsün 2K. Və elastiklik qüvvəsi mənfi iş görürsə, onda belə çıxır ki, qüvvə artır. Qüvvə artıbsa, onda gərək sürət, impuls, kinetik enerji azalsın. Yəni 1-2 hissəsində və 3-4 hissəsində. D variantı. Deməli, burada cəryan müsbətdən mənfiyə doğru axır. Sağ əlimizdə 4 barmağımızı cəryan istiqamətində yönəltməliyik, eynən bu şəkildəki kimi. Onda baş barmağımız maqnit induksiyasını göstərəcək. Baş barmağımız, 4 barmağımız sadə qrəb istiqamətində yönəldikdə baş barmağımız bizdən şəkil müstəvisinə doğru olur. Yəni maqnit induksiyası X-dir. Burada X-dir maqnit induksiyası. Ona görə də indi keçirik sol əlimizə. Əlimizin tərsini tuturuq. 4 barmağımız sürət istiqamətində yönəlir. Baş barmağımız da olur yuxarı. Lorentz qüvvəsi. Yəni ki, bizdən şəkil müstəvisində yuxarıya doğru. Y variantı doğru cavabdır. Çünki X aldıq induksiyanı. X əlimizin tərsini tutmalıyıq. Özümüz ovucumuzun içini görürük. Amma ki, ekrana əlimizin tərsini tuturuq. 4 barmağımız sürət istiqamətində olanda baş barmağımız yuxarı alınır. Onsuz da müsbət yükdür. İstiqaməti də dəyişməyə ehtiyacımız yoxdur. Bu cəryanlı naqildə cəryan müsbətdən mənfiyə doğru belə axır. Onda sağ əlimizdə 4 barmağımızı cəryan istiqamətində verəndə baş barmağımız şəkil müstəvisinə bizə doğru olur. Yəni ki, bu nöqtədir. Bu istiqamətdə cəryan yaradır. Bu isə sadə qrəb istiqamətində olduğu üçün bizdən şəkil müstəvisinə və X olur. Belə. Amma bu cəryanlı naqil daha uzaqda yerləşib. Bu cəryanlı naqil isə daha yaxında yerləşib. Deməli, yaxında yerləşənin induksiyası çox olacaq. Deməli, biz nöqtə alınandan X alınanı çıxacağıq.
Niyə? Çünki nöqtə çoxdur da. O yaxında yerləşib axı onun induksiyası çoxalınacaq. Yekunda da cavab nöqtə olacaq. İstiqaməti təyin etmək əgər problemdirsə, bir də deyim ki, sağ əllə təyin edirik. 4 barmağımız bu dairəvi cəryanı naqildir. Ona görə 4 barmağımız cəryanı göstərir, baş barmağımız da induksiyanı göstərir. O nöqtəsinə yaxın olan, bax cəryan belədir. Bu istiqamətdə fırlanır, belə gedir. Ona görə baş barmağımız şəkil müstəvisinə bizə doğrudur. Mənə doğrudur. Amma böyüyündə belə olur. Çünki cəryan belə axır. Bu istiqamətdədir. Baş barmağımız bizdən şəkil müstəvisinə doğru olur. Ona görə x oldu. Aha, burada deyir ki, yükü. Yük ədədini aşağıda z göstərir. 2y qədər artsın. Deməli, z plus 2 lazımdır. Alfa, helium 2, 4'dür. Beta mənfi deyəndə elektron mənfi 1, 0 başa düşülür. Beta müsbət deyəndə isə elektron müsbət 1, 0 başa düşülür. Deməli, belə yazmaq lazımdır. Burada z plus 2-dirsə, 4 dənə, burada mənfi 4 alınacaq. Elektron mənfi 1, 0 yazanda. Burada da 2 var da. Burada da 2 var. Plus 2, plus 2, minus 4. Bunlar da bir-birlərini aparır. Yenə də z qalır. Əvvəl z idi, sonra da z olmalıdır. Deməli, bizə lazımdır helium, amma 4 dənə də beta mənfi. Faydalı iş əmsalının düsturlarından birisi də budur. Aha, vur 100%. 80. Biz xarici müqavimət axtarırıq. Daxili müqavimət də 1-dir. 8 bölü 10. 2 ixtisar edəsəm 4 bölü 5. Buradan da alacağım ki, R bərabərdir 4 10. Eyni işarə ilə yüklənsələr, bu da müsbət olsa, bu da müsbət olsa, onda onlara təsir edən qüvvələri qoyaq. Deməli, müsbət müsbəti itələyir də. Bu yüklər bir-birlərini itələyəcəklər. Bu da itələnəcək. Bu da itələnəcək. Belə çıxır ki, birinci cisim yavaşlayan hərəkət edəcək. Çünki qüvvəsi ilə sürəti əks istiqamətdədir. YK bərabərdir mv kvadratı bölü 2-dir. Sürət azaldığından kinetik enerjisi də azalacaq. Birincidə azalır. İkincidə isə qüvvə ilə sürət eyni istiqamətdə yönəlib. Onda sürət artır, yeyinləşən hərəkət olur və sürət artdığı üçün kinetik enerji də artar. 2-də artar. 1-də azalar, 2-də artar. C nöqtəsinə qədər məsafə birincidə 3 damadır, ikincidə 1 damadır. 3 lambda bölü 2 minus lambda bölü 2. 2 lambda bölü 2. Alırıq ki, yollar fərqi lambdaya bərabər olur. Əgər yollar fərqi yarımdalğı uzunluğunun cüt mislinə bərabər olarsa, onda maksimum alınır. İndi baxın, mən bu ikiləri təzədən qaytarmaq istəyirəm. Baxın, bunları müqayisə eləsək, bizdə 2K-nın yerində 2 durub. 2K bərabər 2 yazsam, K da bərabər olacaq 1-ə. Birinci tərtib maksimumdur. 4də 1 periodda sürətin dəyişməsi V kök 2 olur. 2də 1 periodda isə 2V olur. İkincinin birinciyə nisbətini istəyir. Yəni 2V bölünsün V kökdə 2. Alınır 2 bölünsün kökdə 2. Yuxarının da aşağını da kökdə 2'yə vursaq. Bu da bizə kökdə 2 verir. Müsbətdən mənfiyə doğru yönəlir intensivlik xətləri və elektron sahə istiqamətində hərəkət edir. Bu istiqamətdə müsbətə doğru cəzb olunacaq. Ona görə də əvvəlcə T0 anına qədər yavaşlayan hərəkət edəcək. T0 tormoz müddətidirsə, deməli T0 müddəti keçəndən sonra dayanacaq. Dayanandan sonra dönəcək sahənin əksi istiqamətinə və yeyinləşən hərəkət edəcək. Yavaşlayan hərəkət elədiyi müddətə kinetik azalırdı, onda potensial artır. Sonra dayanıb təzədən dönüb yeyinləşən hərəkət eləyəndə kinetik artır. Orada da potensial azalır. A bərabərdir mənfi delta Y potensial. Yəni Y potensial 1 minus Y potensial 2.
Y potensial 1 minus y potensial 2 bərabər olacaq. A-nın yerinə də biz qoya bilərik F S. F QY-dir də onsuz da. QY. S-in də yerinə qoyarıq V0T minus AT kvadratı bölü 2. Əvvəlcə yavaşlayan hərəkəti də. Doğru cavab olacaq C variantı. Əvvəlcə potensial enerji artır, sonra isə azalır. Rho bərabərdir PM bölünsün RT. Verilmiş kütləli ideal qazda elə M bölü V-yə baxıq kifayətdir. Onsuz da M sabitdir. V-yə baxsaq bəsdir. Həcm neyniyib? V0-dan gəlib 2V0-a. Deməli, həcm 2 dəfə artıb. Onda sıxlıq da 2 dəfə azalır. Qazın xarici qüvvələr üzərində gördüyü iş UR delta T. Maddə miqdarı sabitdir. R də universal qaz sabitidir. Temperatur dəyişməsinə baxaq. Həm 1-də, həm 2-də, həm 3-də, həm də 4-də temperaturun dəyişməsi eynidir. T2 minus T1. Bütün proseslərdə eyni qədər iş görülür. Ayrılmış kondensator üçün Q konstantdır. Paralel birləşmədə tutum olacaq 3C. Toplanır. U bərabər Q bölünsün 3C olacaq. Əvvəl U bərabər Q böl C idi. Gərginlik 3 dəfə azalar, ancaq ki yük dəyişməz. Çünki mənbədən ayrılıb hardan yük götürsün. V bərabər 20 minus 10T. Müşahidəyə başlayandan keçən 3 saniyə müddətində nöqtənin getdiyi yolu hesablayın. Bu nə vaxt dayanır? Nə vaxt son sürəti 0 olur? 2 saniyə sonra dayanır da. Onu 2-yə vuranda 20 elir. 3 saniyədə o istiqamətini dəyişəcək. Ona görə mütləq qrafik qurub elə baxaq. 2 saniyə sonra sürəti 0-dır. 20-dən başlayıb. 3 saniyə sonra sürəti neçə eləyir? 20 minus 30. Mənfi 10 eləyir. İndi fiqurların sahəsinə baxaq. Bu fiqurun sahəsi 20 vur 2 bölü 2 eləyəcək 20. Bir də bu fiqurun sahəsi 2 ilə 3-ün arası 1-dir. 1 vurulsun 10 bölünsün 2. Bu da eləyir 5. Ümumilikdə 20 üstəgəl 5. 25 metr yol getmiş olar. İstiqamətini dəyişəndə qrafika baxmaq daha dəqiq nəticə almağa imkan verir. Çünki yol elədir ki, yol mənfi olmur. Burada məsələn üçün mənfi 10 var idi, ancaq mən bunu 10 yazdım. Yəni yol mənfi olmur. Yer dəyişmə mənfi də ola bilər, azala da bilər, yol amma yox. Ona görə qrafik qurmaq daha dəqiq yoldur ki, səhv eləməyəsiniz. Nisbi rütubət quru və yaş termometrlərin göstərişləri fərqi ilə tərs asılıdır. 26-dan 24-ə çıxanda 2 qalır. 30-dan 24-ə çıxanda 6 qalır. Burada da 7 qalır. Ən az fərq hansındadırsa, ən çox rütubət ondadır. F1 böyükdür. F2 o da böyükdür. F3. Deməli, Y foton bərabərdir. Y kinetik üstəgəl A çıxış. Buradan Y kinetiki tapsaq olur. Y foton çıxılsın A çıxış. Buradan sürəti tapım. Kökün altında 2YK bölünsün M'dir. YK-nın da yerinə gətirib bu düsturu qoyublar. Yəni ki, bu sürətdir. Elektronlar. Elektronun N'sı. Bu da 5. Aşağı doğru mc ağırlıq qüvvəsi təsir edir. Yuxarı doğru F Arximet. Cismin sıxlığı mayenin sıxlığından çoxdursa, cisim mayədə batmaq istəyir. Ona görə bu yay uzanır. İkincisində mayenin sıxlığı çox olduğu üçün Arximet qüvvəsi çoxluq təşkil edir. Bu yay sıxılır. Üçüncüdə cismin sıxlığı mayenin sıxlığından çoxdursa, onda mc çoxluq təşkil edir. Cisim aşağı düşmək istəyir, yay sıxılır. Digərində isə mayenin sıxlığı çox olduğu üçün cisim yuxarı qalxmaq istəyir Arximet qüvvəsinin təsiri ilə, onda bu yay uzanır. Deməli, bunun uzunluğu E0, qalınlığı 2S-dir, bunda S-dir, uzunluğu da ki 2E0-dır. Yenə həmin yük astıqda deyirsə, deməli kütlə konstantdır.
Yazırıq. mc bərabərdir k delta L. K'nın yerinə də y bölünsün L0 vurulsun delta L. Delta L'i buradan tapsaq olur mc L0 bölünsün ys. L0 2 dəfə artır. S-dəki əvvəl 2s idi, sonra s olub da. Yəni ki 2 dəfə azalıb. Onda delta L 4 dəfə artır. Nisbi uzanma. Epsilon delta L bölünsün L0'dır. Ona görə də burada bunun yerinə epsilon yazacağıq. mc bərabər olacaq ys epsilon. Epsilonu buradan tapsaq olacaq mc bölünsün ys. S0'a baxmayacağıq, ancaq S-ə baxacağıq. S 2 dəfə azaldığından o da 2 dəfə artacaq. Mexaniki gərginlik sigma bərabərdir F bölünsün S-dir. O da bərabərdir mc bölünsün S-dir. S 2 dəfə azaldığından 2 dəfə artar. Yuxarını da, aşağını da saniyəyə vuraq. Kilogram vur metrin kvadratı böl saniyənin kvadratı verir bizə joule. Joule vurulsun saniyə bölünsün kulon. Joule'un yerinə kulon vurulsun volt yazaram. Kulonlar ixtisar gedər, qalar volt vurulsun saniyə. Bu da EHQ delta T'dir də. Bu da bizə fi'ni verir, maqnit seli. Çünki fi bərabərdir epsilon delta T'dir. Rəqs konturunda Q bərabər SU, fi bərabər L idi. Burada elektrik sahəsinin enerjisi, burada da maqnit sahəsinin enerjisi. T1 anında maqnit seli maksimumdur. Elektrik sahəsi minimumdursa maqnit seli maksimum olacaq, bəli. T2 anında kondensatorun yükü sıfırdır. Yox, əksinə maksimumdur. Elektrik sahəsi çoxdur orada. T1 anında kondensatorun yükü maksimumdur. Yox, minimumdur. T2 anında kondensatorun gərginliyi maksimumdur. Bəli, doğrudur. Yükü də maksimumdur, gərginliyi də maksimumdur. Çünki elektrik sahəsinin enerjisi maksimumdur. Kondensator və sarğacdan ibarət sistemdir. Gördüyünüz kimi, müəyyən müddət kondensator yüklü olur, müəyyən müddət isə kondensator yüksüz olur. Yəni, lövhələr boş olur. Lövhələrdə heç bir yük toplanmayıb. Tam enerji kinetik və potensial enerjilərin cəmidir. Burada 50 ilə 150-dirsə, deməli tam enerji 200-dür. Həmçinin burada da. Atılma anındakı deməli sürəti onun kinetik enerjisinin olduğunu göstərir. Yerdə olduğu üçün atılma anında potensial enerji sıfırdır. Deməli, atılma anındakı kinetik enerjisi elə onun tam enerjisidir. Yəni ki, 200-ə bərabərdir. Kütlə 1-dirsə, V0-ın kvadratı bölünsün 2 bərabərdir 200. V0-ın kvadratı bərabər olacaq 400. V0 da bərabər olacaq 20. Deməli, 20 metr böl saniyə sürətlə atılmışdır. İndi uçuş müddətini istəyir. T uçuş bərabər 2V0 bölünsün J'dir. 2 vurulsun 20 bölünsün 10. Bu da eləyəcək 4 saniyə. H bərabər 10 santimetrdir. Kiçik h-ı bizdən soruşur. Fikir versək, əyrilik mərkəzində yerləşib cisim. D bərabərdir R-dədir. Onda elə F də bərabər R-də alınır. Özdə özü boyda alınır. G də xətti böyütmədə 1-ə bərabər olur. Elə ona görə bu da 10 santimetr olacaq. Özü boydadır da. Sistem tarazlıqdadırsa, bura F qüvvəsi tətbiq olunubsa, burada F qüvvəsi tətbiq olunur. Həmçinin burada F qüvvəsi tətbiq olunur. Onda bura 2F düşür. Eyni ipdə eyni gərilmə olması üçün burada 2F düşür. Aha, belə çıxır ki, F1-in qiyməti 2F-dir, F2-in qiyməti isə F-dir. Bunların da nisbəti bizə 2 verəcək. Deməli, qrafikdə bu hissədə görürük ki, ikisinin də qiyməti bir-birinə bərabər olur. Omega bərabər omega 2 olanda. Aha. Onda cəryanlar da bərabər olacaq və maksimum olacaq. Omega omega 2-yə bərabər olanda. Deməli, kondensator üçün yazsaq,
U bölünsün x-s. U bölünsün 1 bölü omega s. Omega s də qalxır yuxarı. Olur u omega s. İL'də isə u bölünsün xl. U bölünsün omega l. Omega omega 1'ə bərabər olanda bu balaca tezlikdir. Bura uyğun induktiv müqavimət də az olur. Ona görə də cəryan çox olmalıdır. Omega omega 3'ə bərabər olanda isə bu omeganın çox qiyməti deməkdir. Omega çoxdursa induktiv müqavimət çox olur, əksinə tutum müqaviməti az olur. Ona görə də IL az olmalıdır. Y variantı. Omega omega 1'ə bərabər olanda induktiv müqavimət azdır, tutum müqaviməti çoxdur. Omega 3'ə bərabər olanda isə induktiv müqavimət çoxdur, tutum müqaviməti azdır. Deməli, maksimumlar şərti delta D bərabərdir. Lambda bölü 2 vurulsun 2K'dır. Yəni K lambdadır. Delta D bərabərdir. Tutaq ki 2 lambda. Onun üzərinə 3 lambdanı gələndə bu eləyir 5 lambda. Yenə də maksimum alınır. Ancaq 2 lambdanın üstünə 2,5 lambda gələndə bu eləyir 4,5 lambda. Onda maksimumlar minimumlara keçir. Yəni maksimum və minimumlar yerini dəyişir. İndi minimumlar şərtinə baxaq. Delta D bərabərdir. Lambda bölü 2, 2K plus 1. Delta D bərabər olur. Tutaq ki, K'ya 1 versək, 2'nin üstünə 1 gələndə 3, 3'ün də yarısı 2,5 lambda verir bizə. İndi 2,5 lambdanın üzərinə o A variantında dediyi kimi 3 lambdanı gəlsən, bu eləyəcək 5,5 lambda. Əvvəl də minimum idi, sonra da minimum olur. Yəni bir dəyişiklik baş vermir. 2,5 lambdanın üzərinə yenə 2,5 lambda gəlsən B variantındakı kimi, bu eləyəcək 5 lambda. Artıq minimum maksimuma keçir. Yəni maksimum və minimumlar yerini dəyişir. N bərabərdir 2,5 dövr verib. Getdiyi yolun yer dəyişməsinə nisbətini hesablayın deyir. 2,5 2,2'də 1 deməkdir. Deməli 2 tam periyodda 2 vurulsun 2 pi r gedir. Bu eləyir 4 pi r. Bir də bunun yarısı var. 2 pi r'in yarısı da pi r verir. Bu da eləyir 4 pi r, 5 pi r. Bu yoludur. Yer dəyişmədə tamı atırıq getsin, ancaq 2'də 1'i saxlayırıq. Yarım periyodda da yer dəyişmə təbii ki də 2R'dir. Nisbətini istəyir. 5 pi R bölünsün 2R. R'lər gedir. Pi'nin dəyərinə 3 qoymaq lazımdır. 15 bölünsün 2. Bu da eləyəcək 7,5. Bir cismi əvvəlcə yeyinləşən hərəkət eləyir. Bu yeyinləşən hərəkət eləyirsə, üzərindəki cisim geriyə doğru hərəkət almaq istəyəcək. Ona təsir edən sükunət sürtünmə qüvvəsi də olacaq bu istiqamətdə. Yəni əvvəlcə x oxu istiqamətində sabit olasıdır. Sonra bərabər sürətlə hərəkət eləyirsə, onda cisim öz ətalətini qorumağa ehtiyac duymur. Onda 0 olur. Sonra yavaşlayan hərəkət eləyirsə x oxu istiqamətində, onun üzərindəki cisim önə doğru əyilir. Önə doğru gəlmək istəyir. Ona təsir edən sükunət sürtünmə qüvvəsi də onda bu istiqamətdə yönəlir. Yəni x oxunun əksi istiqamətində olacaq.